Şəhər-şəhərdə gəzintiyə çıxmışıq. Burada bir Xıdır məscidi var. Bu Xıdır məscidinin yanında Galateya restoranı var. Bu restoranın içində kukla muzeyi var. Bir nəfər şəxsin şəxsi kolleksiyasıdır və həmin muzeyə giriş pulsuz imiş. Restoranın içindən keçirik belə. Buradan belə sağa dönüb pləkanlarla qalxırıq. İçəri keçirsən belə bir otaqdır. Bax bu otaqda çox maraqlı kuklalar, oyuncaqlar var. Bu dünyanın müxtəlif ölkələrindən olan ustaların əl işləridir. Belarus sənətkarın əl işidir. Latviyadan var, İtaliyadan var. Bura belə çox maraqlı bir kukla muzeyidir bura. Bakıda çox adam məncə buranı tanımır. Daha çox turistlər tanıyır. Estoniyadan olan ustanın əl işidir bu. Belə deyir, bu toppuşa bax. Buna bax. Çox maraqlı sənət əsərləri var burada. Tamam bambaşqa bir dünyası var da buranın. Hara baxırsan qəribə kuklalar. Divardakı rəsmlər də yerli rəssamların əl işləridir. Bu rəsm əsərləri satışdadır. Rəsm əsərləri Anar Hüseynzadəyə məxsusdur və qiymətləri də var burada elə. 1300 azayın, 800 manat, 600 manat baxır şəklə. Bu 1000 manatdır, bu 2500 manatdır. Buradakı kuklalar da satışdadır bəziləri. Bax bunun qiyməti 3500 dollardır. Rus usta tərəfindən hazırlanıb bax bu. Bax bu 3000 manatdır bunun qiyməti. Buna 3000 manat verərsiniz. Bax bu 6000 manat qiyməti var bax bunun. Sifətə bax. 6000 verirsən buna, hər axşam baxışırsan buna. Bu kuklaların rəsm əsərlərinin ətrafında oturub nəsə sifariş eləyib yemək olar, içmək olar. Muzey restoran. Buranın belə balaca bir restoran aurası da var və belə. Buna bax, buna bax, buna bax, baxışlara bax. Bax Ukraynalı ustanın əl işinə fikir verin. Çox qəşəng, çox möhtəşəmdir həqiqətən. Burada girişdə belə bir telefon da var. Burada belə bir əsər də var. Beləcə Bakıda çox maraqlı bir məkan kəşf eləmiş olduq. Burada isə belə bir məscid var. Xıdır məscidi. Tarixi 14-cü əsrə gedib çıxır. O muzey də buradadır. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.